Hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizə maddə miqdarı və qadranma mövzusundakı kimya formulları üzrə hesablamalar testinin izahı ilə qarşınızdayıq. Keçən səfər biz 1-dən 26-ya kimi izahını vermişdik, indi isə davamındayıq. Birinci sualda soruşur ki, 0,5 mol X2O3 birləşməsinin kütləsi 38 qramdır. 0,1 XNO5 birləşməsinin kütləsi 10,8 qramdırsa, eni müəyyən edin. Birinci 0,5 mol X2O3 birləşməsində X-in kütləsini tapaq. Verilənləri yerinə yazsaq 0,5 ötərizədə 2x üstəgəlsin 48 bərabərdir 38-ə. Burada x üstəgəlinsin 24 bərabərdir 38-ə. X-imiz də bərabər olacaq 14-ə. X-imizi 14-ə bərabər gətirib ikincində yerinə yazacağıq. İkincisində yəni 0,1 mütərizə alacaq. X-in əvəzinə 0,1 14n üstəgəlinsin 16-nı da 5-ə vuranda 80 bərabərdir 10,8-ə. Hər tərəfini 10-a vursaq 14n bərabərdir 14-dən üstəgəlinsin 80 bərabərdir 108-ə. 14n bərabərdir 28-ə. N də buradan bərabər olacaq 2-yə. Bu da C variantına uyğun gəlmiş olacaqdır. Sonra deyək ki, birləşmədə x, n, y, m şəklindədirsə, m-in n-ə nisbəti 1,5-i verirsə və bizdən n-in 1 molundasa 2 n-a varsa, birləşmənin formulunu müəyyən edin. Birləşmənin formulunu müəyyən edin. Onda yazacağıq yerinə. Yəni x m-in n-ə nisbəti bərabərdir 1,5-ə. M 2 n-a varsa, yəni m bölünsün 2 bərabərdir 1,5-ə. M-imiz buradan neçəyə bərabər olacaq? 3-ə. Deməli, m 3-dür. N-də 2. Formulda da yerinə yazacağıq. X 2, y 3. Bu da Y variantına uyğun gəlmiş olur. Burada 2 verdiyinə görə biz burada m2-yə böldük. Sonra keçirik növbəti sualımıza. Kalsium sulfat vurasının N molekul kristal hidratda oksigen atomlarının sayı ümumi atomlarının sayının 50%-ni təşkil edərsə, N-i müəyyən edin. İlk öncə burada olan oksigen atomlarının sayını tapaq. Kalsium sulfatda 4 dənə oksigen atomu var və burada da N molekulda suda oksigen atomu var. Yəni oksigen atomlarının sayı 4 plus N'dir. Ümumi atomların sayı kalsiumda 1, kükürddə 1, 2, oksigende 4 eləyir 6. Suda isə 3 üstəgəlsin 3. Deməli, yəni 6 üstəgəlsin 3 N'ə vurulsun 100-ə. Neçə faizin bərabərdir? Bizə deyir 50%-ni təşkil edir. Eyni tərəfdə olan ədədlər bir-birindən ixtisar gedir. Burada qalır 1, burada da qalır 2. İndi vurub açaq. Vurub açsaq 4 üstəgəlinsin. Bunu vuranda 8 üstəgəlsin 2. Buraya deməli 8 üstəgəlsin 2n, 6 üstəgəlsin 3n bərabərdir 1-ə. 6 üstəgəlsin 3n bərabərdir 8 üstəgəlsin 2n-ə. N'lər bir tərəfə keçsə
n de beraber olacak 2'ye. Buradan da bize ne saniye soruşur. N'i müəyyən edin. Burada da n yine 2'ye beraber olmuş olacaktır. Ne yazacağız? Burada 2. A variantı. Sonra yine de sulfat su n molekul su ya da oksigen atomlarının sayı ümumi atomlarının 50%'ni təşkil edərsə n'i müəyyən edin. Burada yine oksigen atomlarının 4 plus n'dir. Hidrogen ümumi atomların sayı 2 tane hidrogende bir tane de bu hisseler biraz yok. 2 tane bir tane de kükürtte 3, 4 de orada 7. 7 plus suda olan atomların sayısı 3 n'dir. Ve bu deyir ki ümumi atomların yine de 50%'ni atomların oksigen atomu 50%'ni təşkil edirsə n'i müəyyən edin. Yine eyni qayda ilə ixtisar gedəcək. Burada 1, burada 2 olacaq. Hər tərəfə vursaq deməli açıq ümidlə 7 n üstə gəlinsin 7 üstə gəlinsin 3 n bərabərdir. Bunu buna vursak 8 üstə gəlinsin 2 n'e n de beraber olacak. Bu yüzden de 8'in de 1'e. Yani burada n'in n de bir yani n'in miktarı 1 olmuş olacaktır. Bu da C variantına uygun gelmiş olur. Sonra bizden soruşur ki 1 mol X atomu A gram, 1 mol Y atomu B gramdırsa bir Y atomu B gramdırsa X2 birleşmesinin bir molekulu neçə gramdır? İndi ilk önce necəyik? Burada yazacağıq X, Y2. X'i yerine yazacağıq A. Üstə gəlinsin. B'nin 2 tane Y üstə olduğuna göre 2B. Bir molekul dediğine göre de biz bunu n'aya böləcəyik. Bu da olacak Y variantı. Eyni qayda ilə gedir. Burada da 1 mol X atomu B gram, Y atomu A gramdırsa X3. Gətirib yeni adi emerin hesablama qaydası. Kəsr xətti çəkəcəm. Çəkdikdən sonra deməli X B-dirsə 3'ü vuracağıq B'yə. Üzerine gələcək X, Y-si A'dır. 2 A'ya. Bir molekul dediğine göre yadınızda saxlayın. Ümumiyyətlə bir molekul deyəndə həmişə Avogadro ədədinə bölmək lazımdır. N'aya. B üstə gəlsin 2'ye bölsün n'aya. Bu da A variantına uygun gəlmiş olur. O 32. sualımızda. Sonra keçirik 33. sualımıza. 0,25 mol bolunda 0,5 mol X atomu olan ve 1 mol Y atomu olan birleşmenin formulunu gösterin. Bunun en sadə yolu bunu 1 mola gətirməkdir. 1 mola gətirmək üçün bunların hər birini 4'e vurmalıyıq. 0,25 hər tərəfini 4'e vurur. 0,25'i 4'e vururuq. 1 eləyir 15'i 4'e vursaq x'imiz olur 2. Y'yi 4'e vursaq olur 4. X2, Y4. Sıfır 5'te 4'ün 2 eləyir. Bir de 4'e vuranda 4 eləyir. Bu da C variantına 33. sualında uygun gelmiş olur. 0,1 mol X atomu, 2 mol Y atomu 4'e vururuq. 1 eləyir. 1'i 4'e vuranda 4 eləyir. 2'ni 4'e vuranda 8. Bu da B variantına uygun gelmiş olacaktır. 6 gram karbon ve 1 gram hidrogen əmələ gətirən karbohidrogenlər üçün nələr hesablamaq olar? Deməli, biz bunu nəyə hesablaya bilərik? Biz karbon, bir də yazaram nisbəti hidrogenə
bərabərdir 6 qram karbon dediyimizə görə 6 bölünsün 12, sonra 1 bölünsün 1 bərabər olacaq. Burada 2-də 1 olacaq. 2-də 1 olacaq. Nisbət 1-də 1-ə. Onda getdikdə elə 1-in 2-yə nisbəti olmuş olacaq. Biz bundan nəyi tapdıq? Sadə formulunu tapdıq. Deməli, onun sadə formulunu taparaq karbonun kütlə payını tapa bilərik. 1 ilə 3. Sonra 37-ci sualda bizdən nə soruşur? A molunun kütləsi m qram olan qazın 2,24 litrinin kütləsi n qramdır. A, m, n arasındakı doğru münasibəti müəyyən edin. İndi ilk öncə nə edəcək? 2,24 litri n-dir. 2,24 litri n-dirsə 22,4 litri də x-dir. X də bərabər, belə buradan yazım, x də bərabər olacaq 10 n-ə. Yəni x-imiz 10 n-ə bərabər olmuş olacaq. Sonra A molu m qramdırsa 1 molu da x eləyəcək. 1 molu da, buradan axı n tapmışdıq. 1 molu da 10 n eləyəcək. Bizdən nə soruşur? Buradan da m bərabər olacaq. A vurulsun n-ə. 10-a vurulsun n-ə. Bu da Y variantına uyğun gəlmiş olacaqdır. Sonra keçirik. Eyni 37-ci sualda 36-cı sualın oxşarıdır. Biz də burada nəsə A molunun kütləsi m qram olan A qazı 44,8 litrin kütləsi n qramdırsa A, m, n arasında hansı münasibət doğrudur? Yine yazırıq. Deməli 44,8 44 yoxsa 4,48 litr n-dirsə 22,4 litri də x-dir. X-imiz də bərabər olacaq 5 n-ə. İndi n tapdıq. Deməli A molu m qramdırsa 1 molu isə 5 n qramdır. Buradan da A molunun kütləsi m bərabərdir. Bunun kütləsi m bərabərdir 5 n a-ya və yaxud da ki a n-ə. Bu da A variantına uyğun gəlmiş olacaqdır. 38-ci sualımızda nə soruşur? Bizdən soruşur ki, 1 mol hidrogen atomunun sayı N1, 6,2 oksigen atomunun sayı molekul. 1 mol hidrogen atomunda N1, atomun sayı N1'dir. Yəni bir dənə hidrogen atomu. Oksigen molekulundakı N2, oksigen molekulunda 2 dənə oksigen atomu. Bu buraya yazırıq ki, 2 qram hidrogen qazında 2 qram hidrogen qazındakı atomların sayı da 2'dir. 1. İndi bizə nə soruşur? Doğru münasibəti müəyyən edin. Bu deyəcək C-yə. Çünki bunu 2'yə vursaq qalanlar bir-birinə hamısına bərabər olmuş olacaqdır. 39-cu sualımızda deyir, 1 mol oksigen atomunda 1'dir. Hidrogen molekulundakı, molekul dediyinə görə 2'dir. 16 qram oksigen qazında. 16 qram oksigen qazı 1 molun yarısıdır və orada da 1'dir. Atomun sayı. Doğru münasibəti müəyyən edin. Bu da elə B variantına uyğun gəlmiş olacaqdır. 40-cı sualımızda nə soruşur? Bizdən maddə kütləsi 8 qramdır. Maddə miqdarı 0,1 və X-in kütləsi isə 2,24 qramdır. İndi ilk nəyi soruşur? X-lə Y-in kütləsini. Deməli
3y birinci 3y'imiz 1 mola uygun gəlirsə, buradakı y atomların sayını götürək. 3y'imiz 1 mola uygun gəlirsə, onda 0,6 burada bizə %6 verib y'imiz hər hansı bir A moluna uygun gəlir. Burada da vurub yoxsaq A bərabər olacaq 0,2'ye. Buradan bunu tapdıq. Sonra deyir ki, x-in kütləsi 0,22,24'dür. Deməli, 0,2 molu 2,24'dürsə, onda 1 molu da, burada x-dən 2'də nə daxı? 2x-a bərabər olacaq. 2x bərabərdir 112'ye. Bunu vurub alsaq. 2x bərabərdir 112'ye. X-imiz də buradan bərabər olacaq 56'ya. Yəni x-imiz 56'dır. Bizdən də gətirib 56'da sonra 0,2 molum kütləsi 8'dirsə, kütlədə 6'dır. Buradan yazıram. 0,2 molun kütləsi 8'dirsə, buradan da birin de kütləsi m olacaq. %2 molun kütləsi 8 isə birinin de kütləsi m olmuş olacaq. Buradan da m bərabər olacaq 400'e. Yəni bu maddənin 1 molunun kütləsi 400'e bərabərdir. İndi bizdən nəyi soruşur? İndi biz məlum olanları yazaq. Emir x2 y o deməli y o 3 mötərizədə 3 bərabər olmuş olacaq. Deməli x-in tapdıq kütləsi neçədir? 56 vurulsun 2 üstünə gəlirik. Y-imiz burada bunu buna vuranda 3y üstə gəlirik. Deməli 3 dəfə üçün də 9 16'nı vuracağıq. 16'nı vuracağım 9. Yoxsa bu 4 deyil, burada 3 deyil, burada 4. Deməli buradan da deməli 3 y üstə gələnsin 16'ın da 12'ye vuranda 16 vurursun 12 o deyəcək 192. 192. Bu da bərabər olacaq 400'e. Deməli yaz. Buradan da hamısını yazsaq yerinə, yəni 3y üstə gəlinsin 192 ilə 50 112'ni toplasaq 200 304 edilmiş. 2'nin 8 gəlin 4 2 304 bərabərdir 400'e. 3y bərabərdir 96'ya. Y-imiz də bərabər 96'da 3'e bölsək 32'ye. Bizdə nəyi soruşurdu? Bayaq x-imizi tapmışdıq 56, y-imiz də oldu 32. Bu da C variantına yox 40-cı sualımızda tapmışdıq. Bu da C variantı 56, 32 Y variantına uygun gəlmiş olacaqdır.
40-cı sualımızda, 41-ci sualımızda eyni ilə 40-cı sualımıza oxşuyur. Deyək ki, bunu biz buradan gələcək. Özümüzə yer açılsın. Deməli, kütləsi 14,7-dir. Y-in mol miqdarı 0,15-dir. X-in kütləsi 2,7-dir. İndi birinci, burada görürük ki, Y neçə dənə mol var burada. Bu birləşmənin tərkibində 3 dənə Y var. Yine bu bir neçə mərhələdə həll olunan bir məsələdir. Birinci mərhələ üzrə buradan yazaq, qıraqdan yazaq. Birinci mərhələ üzrə yazaq ki, 3 mol Y nəyə uyğun gəlir? 1 mola uyğun gəlirsə, 3Y 1 mola uyğun gəlirsə, 0,15 isə hər hansı bir A moluna uyğun gəlmiş olar. Buradan da A bərabər olacaq 0,5 mol. Yəni bu birləşməmizin molu 0,5'dir. Bunu tapdıq. İndi buna əsasən digərlərini tapaq. X-in kütləsi deyir 2,7'dir. Deməli buradan 0,5 molda X-imizin %5. %5'də X-in kütləsi 2,7'dirsə, onda 1 molda da, bak görürsünüz burada 2 dənə X var. 1 molumuzda da 2X olacaq. Buradan da 2X bərabərdir 54'e. X'imiz də bərabər olacaq 27'ye. Deməli biz buradan X'i tapdıq. X 27'dir. İndi keçirik Y-imizi tapmağa. X'i tapandan sonra biz keçəcəyik birinci bunun kütləsini tapaq. Birləşmənin kütləsini. Deməli, 0,5 molu 14,7 qramdırsa, onda 1 molu hər hansı bir M qramdır. M də buradan bərabər olacaq. Bunu bundan vurub bölsək 294. Yəni 294. Bunun kütləsi 294'e bərabər. Sonra yine qoyacağıq yerinə, adi qayda ilə keçəcəyik. Maddənin düsturuna əsasən X2 Y O3 bərabərdir. X'in kütləsini 27 tapmışdıq. 27 vurulsun 2. Üzərinə gəlirik. Y-in bilmirik kütləsini 3Y. Üstünə gəlirik. 16'nı da 9'a vururuq. Bu yazılmayan buradan 6 vursan 9 sorusu. Bərabər olacaq 294'e. İndi buradan 53Y üstə gəlinsin. 54 buradaydı. Onda 16'nı da 9'a vursaq 144. 54'ün də üstünə 144 gəlsək eləyəcək 198. 198 bərabərdir 294'e. Buradan da 3Y bərabər olacaq 96'ya. Yine Y-imiz bərabər olacaq 32'ye. Deməli, burada da Y-imiz oldu 32. 27, 32. Bu da 41-ci sualımızda D variantına uyğun gəlmiş olur. 42-ci sualımızda 42-ci sualımızda nə sorulur? Verilmiş miqdarda qazla təchiz edilmiş qablarda atom sayını müqayisə edin. Yəni biz buradan indi bunların atom sayılarını müqayisə edəcəyik. Burada hər hansı bütün qazların kütləsi, molyar kütlələri bərabər götürüb. Biz bilirik ki, maddələrin molyar kütləsi bərabər götürülürsə, maddə miqdarı, nisbi molekul kütləsi kiçik olan atomun sayı daha çox olur. Oksigenin kütləsini, birinci bir molun kütləsini hamısını yazıyıq. Oksigenin kütləsi 32'dir 1 mol. Ozonunki 48'dir, azotunki 28'dir. Azot 4 oksidinin necə?
46'dır. İndi bizdən soruşur eyni kütlədə tutalım ki, hamısını 46 götürsək, yox 48 götürsək, bunda 1 mol olacaq. Digərində isə ən çox mol olacaq azotda. Azot ən böyük olacaq. 3 böyük olacaq 1-dən. O böyük olacaq 4-dən. 3 böyük olacaq 1-dən. O da böyük olacaq 3 4'ten burada atom sayı deyəndə, məsələn, atom sayı dedikdə bunun düzdür, buna 32 yazın, buna 48, 32 və 48. Buradakı atomların sayı bir-birlərinə bərabər olacaq. Nəyə görə? Çünki tutalım ki, burada hamısını götürsək 48, bunda da atom sayı 3 olacaq, burada da atom sayı 3 olacaq. Bunu 48 götürsək, atom sayı burada ən çox olacaq, burada isə az olmuş olacaq. Ona görə də 1 ilə 2 bir-birinə bərabər olacaq. Bunlar da ən böyük sayda olacaq 3-cüdə. 28'də 3 böyük olacaq 4'dən. Onlar da 1 ilə 2 bir-birinə bərabər olub bunlardan böyük olmuş olacaq. Onu kiçik olacaq. 1 ilə 2 bir-birinə bərabər olacaq və bunlardan kiçik olmuş olacaq. Bu da olacaq, yəni 3 böyükdür. Ən çox 3'də olacaq. 3 böyük olacaq 4'dən. O da, bu da böyük olacaq 2 ilə. 2 ilə də 1 də eyni sayda olsa bir-birinə bərabər olacaq. Da atom sayı 2 ilə 1-dən. Bu da D variantına uyğun gəlmiş olacaqdır. Sonra bizdən soruşur ki, çünki bunun 46 qramında 3 dənə atom var. Bunun 28 qramında 2 dənə oksigen var. Ona görə götürdük. Qaz qarışığı nisbi molekul kütləsi 28, Y-də 16, Z-də 32, T-də 46 olarsa, hansı iki qazın mol misli asılı qarışıqda havanın sıxlığına bərabər qaz qarışığı hazırlamaq olmaz. Deməli, yadınızda saxlayın ki, bir qazın havanın sıxlığına bərabər qaz o halda hazırlamaq olmaz ki, havanın orta molekul kütləsi 29'dur. 29'dan aşağı olan qazları bir-birinə qatışdırsan, havanın sıxlığına uyğun qaz qarışığı ala bilməzsən. Havanın sıxlığından az olan Y-dən X-dən Y-dir. Yəni, bunu qatışdırsaq heç zaman havanın sıxlığına bərabər qaz qatışığı almaq olmaz. Çünki bunların emerləri havanın emerlərindən kiçikdir. O 44-cü sualımızda nə soruşur? Uyğunluğu müəyyən edin. Bir molekulun kütləsi, 1 molunun kütləsi, 1 molundakı atomların sayı. Biz bilirik ki, P4 şəklində yazılır. P4 şəklində yazılır. 31'i 4'ə vursaq 124. Yəni, bir molekulun kütləsi olacaq 124. Molekulun kütləsi 1'ə uyğun gələcək A. Sonra bir molekulun kütləsi 124, bir molekulun kütləsi olduğuna görə 1 molunun kütləsi 124'dür. Bir molekulun kütləsi isə 124 bölünsün Na. Hər hansısa maddənin bir molekulun kütləsini tapmaq üçün onu Avogadro ədədinə bölmək lazımdır. Bir molundakı atomların sayı. Bir molundakı atomların sayı isə burada ümumiyyətlə atomların sayı 4 Na-ya bərabər olur.
bir molekulunda dediyinə görə ümumiyyətlə yadınıza saxlayın, bir molekul deyəndə həmişə həmin ədədi enaya bölməliyik. Onu enaya böldükdə enalar gedir, qalır yerdə 4. Burada da olacaq 4. Bu da o deyilənləri yekunlaşdırsaq, bu da A variantına uyğun gəlmiş olacaq. 45-ci sualımızda soruşur ki, maddə maqnezium 3N2 kütləsi M-dir, atom sayı A-dır. Bir də hər hansı bir 2 valentli bir elementin nitrat tozudur. Onun da kütləsinin sayı M-dir, atomların sayı da A-dır. Və X-in nisbi atom kütləsini müəyyən edin. Maqnezium nitritin kütləsini verib 100. Biz bilirik ki, deməli, burada kütləsi atom sayı bərabər götürüb. Atom sayı bərabər götürdüyündən burada hesablayaq atom sayını. Burada 2, 3, 5'də atom sayı 5'dir. Burada atom sayını hesablayaq. 3, 4 bunun içərisində 4'ü 2'yə vursaq 8. Bunun da içərisində bir dənə var. 8'in üstə 1 gəlin 9. Yəni bunun atom sayı 9. 9 atom sayı maqnezium. Burada yuxarıdan yazın. Maqnezium 3 N2'də 5'dir. Sonra X NO3 2'də isə o atomların sayı 9'dur. Buradan 5 yazaq, buradan 9 yazaq. Və bizdən nə soruşur? Bunun atomların sayı bərabərdir. Bunların atomunun, burada da 5. Bunların 5'inin ən kiçik ortaq əkop tapılır. Elə əkop 45'dir. Bura 9 yazacağıq ki, burada sayı 45 olsun. Burada 5 yazmış olacaq. İndi gətirək yerinə qoyaq. Kütləsi M-dir. 9'u 100'ə vursaq neçə eləyəcək? 900. 900 bərabərdir. Bunun da kütləsi elə 900'ə bərabər olmalıdır. Yəni bura 5 vurulsun. X neçədirsə bilmirik. X üstə gəlinsin. Deməli, azot 28'dir. 20, o azət üzr istəyirəm 14'dür. Üstünə nə gəlirəm? 16'nı 3'ə vuranda 48. Və onu da vursam 2'yə eləyəcək 124. Yəni X üstə gəlinsin 124. Buradan da hər tərəfini elə 5'ə bölsək 905'ə böləndə qalır 180. 180 bərabərdir X üstə gəlinsin 124'ə. Buradan da X'imiz bərabər olacaq 56'ya. Yəni burada kütləsi 56'ya bərabər olacaq. Bu da A variantına uyğun gəlmiş olasıdır. Sonra bizdən nə soruşur? X2O3 kütləsi M, atomlarının sayı A və buradan atomlarınızı X-in nisbi atom kütləsini müəyyən edin. Burada X-in nisbi atom kütləsini rəqəmlərlə yox, adi düsturla tapacağıq. Bunun üçün nə edəcəyik? Maddəmiz verilib. Yazırıq maddəmizi. M uyğun gələcək kütləsi nəyə? A-ya. Hər hansı bir A-ya uyğun gəlmiş olacaq. Buradan da nədir? 2x üstə gəlinsin. 48 qramın kütləsi də nəyə uyğun gələcək? X-in 2 molekuluna, yəni burada 2x daha 2 NA-ya bərabər olmuş olacaq. Buradan da NA-ya bərabər olmuş olacaq. 2x üstə gəlinsin 48 bərabərdir. Bunun A 2 NA vurulsun M-ə bölünsün A-ya. İndi buradan da X-imiz nəyə bərabər olacaq?
2 her tərəfini biz 2'yə bölsək. Her tərəfini 2'yə bölsək, x üstə gəlinsin 24 bərabərdir. NA vurulsun M bölünsün A'ya. Buradan da x'imiz neye beraber olacak? X da beraber olacaktı. NA vurulsun M bölünsün A. Bu 24 bu yüzden çıkanı minus 24. Bu da 46. sualımızda. NA vurulsun M bölünsün A minus B variantına uygun gelmiş olacaktır. 47. sualımız da eyni ona oxşuyur ve yine de yazacağıq. 47. sualımızda da eyni şekilde yazacağıq. Yine buradan yer geniş yer açaq özümüzə. Deməli, hər hansı kütləsi M, yani M beraber olacaq. Biz bilmirik hər hansı bir A moluna. Ve burada da görürük ki atomların sayı 2 atomların sayı A'ya beraber olacak. Burada da görürük ki 2 kız üste gelinsin 4'te de atomun sayı ne de 2 A'ya beraber olacak. Bundaki atomun sayı. Buradan da 2 üste gelinsin 4 beraberdir. Buradaki olanlar 2 A vurulsun M bölünsün A'ya. Herhangi atomun M'de olan atomun sayı A olduğuna göre hesaplayalım. Buradan da yerine koysak, her tarafını 2'ye bölsek, x üste gelinsin 4 beraberdir. NA vurulsun M bölünsün A'ya. Buradan da x beraberdir. Bunu bu yüzden geçince minus 4. N bölünsün. Bunu 2'ye bölende 4 olmur. Burada 4 idi. Bunu her tarafını 2'ye bölende x üstə gəlsin 2. Minus 2. N bölünsün. N avırsın bölünsün 2. Minus 2. Bu da Y variantına uygun gelmiş olacak.